kifayət qədər imza da toplanmışdı və o imza atanların içində Heydər Əliyevdən vaxtilə narazı olan, Heydər Əliyev tərəfindən cəzalandırılan insanlar da var idi. Artıq hamı başa düşürdü ki, Heydər Əliyev gəlməsə bu ölkə dağılasıdır. Hətta parlamentdə demək, şöbə müdiri işləyən bir nəfər var idi, adını deməyəcəm. O da imza atmışdı və deyirdi ki, mən bilirəm Heydər Əliyev bura gələndən sonra mənim vəziyyətim yaxşı olmayacaq. Ancaq Azərbaycan naminə bu imzanı atıram. Bu imza axırkən imza yığdıq, ona imkan vermədilər ki, sesiya keçirilsin, növbədənkənar sesiya. Dediyim kimi, kifayət qədər səs də var idi. Və o müddətdə mən Naxçıvana getdim, Heydər Əliyevlə görüşdüm.